Salam değerli kanal izləyicilərim. Sizə Masazırda, Duz Gölünün yanında inşa edilmiş rahat nəfəs yaşayış kompleksində 8 mərtəbəli binanın birinci mərtəbəsində qeyd edim ki, mərtəbənin altı qarajdır, 4 metr hündürlüyündə qarajdır. Birinci mərtəbədə yerləşir, 70 kvadratdır. Daxili sahəsi 70 kvadratdır. Ara kəsmələr ümumi sahəyə dəlalət eləmir. Mənzilin daxili sahəsi 70 kvadratdır. İçdən içə ölçülmüş hesabat. Deməli, yer çəkəndir mənzil. 70 kvadrat sahəsi var. Hər iki tərəfə baxır. Gözəl, səliqəli, zövqlə təmir olunmuş bir mənzildir. Yer çəkəndir. Hər iki tərəfə baxan iki açıq eyvanı var. Eyvanların biri bağlanıb. Bura mənzilin qonaq otağıdır. Çox səliqəli, gözəl təmirli evdir. Hündürlüyü də dəyərli izləyicilər 3.30-dur. 3 metrə 30 santimetr. Çox hündürdür hündürlüyü. Deməli, 3 otağa düzəldilib. Qazı, işığı, suyu daimidir. Lift var. Birinci mərtəbə olduğuna görə liftə ehtiyac yoxdur. Onu vurğulamıram. Mənzildə bütün əşyalar qalacaq. Gördüyünüz əşyaların hamısı mənzildə qalacaq. Qiyməti də şərhlərdə qeyd olunacaq, ümumi məlumat veriləcək. Bura qonaq otağıdır. Qonaq otağının baş hissəsində dəyərli izləyicilər eyvandır. Eyvan bağlanıb, plastik şüşə ilə bağlanıb. Əlavə artıq veşləri, əşyaları yığmaq üçün belə deyim də gözəl bir məkandır. Quru, yağış vurmur, qar vurmur eyvana, əşyaları yığmaq. Deməli, bura qonaq otağı. Kompleksin ərazisində yaşayış üçün hər şərait var. Avtobus dayanacağı 10 addımlıqdadır. Birbaşa Memar Əcəmi stansiyasına gedir. Bura uşaqlar üçün nəzərdə tutulub. Bu otaq. Bura evimizin sanitar qovşağıdır. Çox sakit ərazisi var. Bura böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Binanın altı qarajdır. Binanın altı qarajdır. Yəni hündürlüyü hündür. Bura yataq otağıdır. Dəyərli izləyicilər, bu mərmər döşənmiş yerlər istif oldu. Hamamda da, dəhlizdə də, mətbəxdə də. Bura bizim mətbəx hissəmizdir. Mətbəxində pəncərəsi var. Mətbəxdən də eyvana çıxış. Burada bizim ikinci eyvanımız. Dəyərli izləyicilər, bir daha qeyd edeyim, təkrar 8 mərtəbəli binanın birinci mərtəbəsidir, 70 kvadratdır, yer çəkəndir, 2 otaqdan 3 otağa düzəldilib. Mənzildə bütün əşyalar qalacaq. Ətraflı məlumatı telefon vasitəsilə əldə edə bilərsiniz. Kanalımıza abunə olmağı unutmayın.